Bakıda SEL Tədris və İnkişaf Mərkəzinin yeni riyaziyyat kitabının təqdimatı keçirilib. Bakıda SEL Tədris və İnkişaf Mərkəzinin yeni riyaziyyat kitabının təqdimatı keçirilib. Bakı Kitab Mərkəzində təşkil olunan tədbirdə rəsmi qonaqlar Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun professorları, eləcə də təhsil sahəsinin bir sıra nümayəndələri iştirak ediblər. Bizim şagirdlərimiz bu ədəbiyyatlarla dərs aldıqları zaman təşkil olunan imtahanlarda həmən mövzular bizim süni intellektə yüklənilib. Süni intellekt həmin mövzulardan özü suallar düzəldir, verir tələbələrə, cavablayırlar. Süni intellekt özü bizə deyir ki, bu neçə faiz hər mövzudan bal toplayıb. Qeyd edək ki, təqdimatı keçirilən kitab 8 hissədən ibarət olub, 6-cı sinifdən 11-ci sinifə qədər riyaziyyat proqramını əhatə edir və müxtəlif daxili və beynəlxalq imtahanlara hazırlıq üçün nəzərdə tutulub. Belə ki, bu vəsaiti tam mənimsəyən şagirdlər SELT imtahanları da daxil olmaqla AP, IB, A-Level, SAT, GMAT, GRE, IGC kimi beynəlxalq imtahanlarda iştirak üçün zəruri bilik bazasına sahib olacaqlar.